10 illik riyaziyyatla bağlı iş təcrübəmdə ən çox rastlaşdığım şey nədir? İmtahana 4-5 ay qalmış şagirdlər sınaqdan bərbad nəticələr göstərirlər və bu zaman yaxınlaşırlar ki, bizdə vəziyyət çox gərgindir, artıq müəllim yanından çıxartmışıq, müəllim sizə gəlmişik, sizə müraciət edirik. Uşağı düzəldə bilsəz, şagirdi düzəldə bilsəz riyaziyyatını siz düzəldərsiniz. Mən də yoxlayıram, görürəm ki, şagirdin ümumiyyətlə təməlləri yoxdur. Şagird sadəcə olaraq mövzu üzərinə mövzu keçib. Sual verirəm ki, bəs sən bu mövzunu bilmədən növbəti mövzulara necə keçmirsən, növbəti mövzulara necə daxil olmusan? Şagird də mənə cavab verir ki, nə bilim, gedirdik də, yəni üzərindən ötə-ötə keçirdik, qrupda sual verməyə utanırdım. Bax belə. Mən də valideynə çox zaman deyirəm, indi mi gətirmisən? Çünki son 4-5 ay qalmış, imtahana 4-5 ay qalmış, nələrsə etmək olur, lakin artıq gec olur. Yəni, siz yüksək nəticə əldə edə bilmirsiniz. Buna görə də yüksək nəticə əldə etmək üçün əvvəlcədən valideyn şagirdin riyaziyyatının təməllərinin, ümumiyyətlə onun riyaziyyatının necə olduğunu bilməsi üçün ekspertə müraciət etməlidir. Yəni, bizə göndərsinlər şagirdləri, biz onları yoxlayaq, onların riyaziyyatının necə olduğunu təyin edək. Təbii ki, bu yüksək nəticə əldə etmək istəyən şagirdlər və valideynlər üçündür.